Herkese salam dostlar, necəsiniz? Mən Lavacraft. Bugün sizlərdə gördüyünüz kimi bir mod videosu ilə qarşınızda olacağım. Çox uzatmadan videomuza keçək. Və dostlar, modu indirdikdən sonra sizin envanterinizdə yəqin yaratıcı modda bu əşya gələcək. Bu belə əşyadır. Buna belə basılı saxladıqda gördüyünüz kimi istədiyiniz hər şeyi tikə bilərsiniz. Yeri aid edə bilərsiniz. Select strukturu gəlir, ona basırsınız. Burada modern evlər istəsəniz, farmdır, ağaçlardır, random belə özünüz istəmirsinizsə. Uzatmadan gəlin bir dənə modern ev tikək baxaq. Modern ev. Burada göndərə bastım. Gördüyünüz kimi göndər. Nə oldu axı? Gəlmədi axı. Peki. Gəlmədi. Bir də bura olacaq. Gördüyünüz kimi. Play struktura basasınız. Aha. Gəldi sizin qabağınıza bir dənə modern ev. Gəlin içində sizə göstərim. Bax, qapısı burada. İçəridə inək bayaqla vardı. Gördüyünüz kimi ev super. Sandıqlar da var. Sandıqlar içi boşdur. Bildiyiniz kimi. 2 mərtəbəlidir. Buradan da çıxırsınız. Böyük basmaq yeri zat. Çox qəşəngdir məncə. Modun linkini verəcəm, amma bilməm da. Əşərlər qısa gəlsə. İstəyirsə gəlin bir dənə də farm eləyək. Select struktur, farm, iron farm, dəmir farmı yox. Dəmir farm olsun uşaqlar. Bastım. Place'e bastım. Və gördüyünüz kimi dəmir farmı. Köylər zatar. Bu mod bilirsiniz ki, mənim aid deyil. Buradan belə işləyir. Köylər doğur. Çox qəşəng moddur. İndirmənizi tövsiyə edirəm. Gəlin bir dənə də ağaçlığa baxaq. Trees. Bu ağac olsun. Regular. Irregular. Göndərə bastım. Place'e bastım. Və bir dənə belə ağac gəldi. Dostlar, bir də bunlar belə silmək istəyirsə Undo'ya basın. Undo'ya basın. Və Undo'ya basıb gördüyünüz kimi hər tərəf tərtəmiz oldu. Köylər amma çıxdı da. Hər tərəf tərtəmiz oldu. Gəlin bir dənə də göstərim. Voice randoma basaq. Place'e də basaq. Və dostlar, gördüyünüz kimi tun yox. Fərqli bir oldu. Bilmədim nə oldu. Deyəsən Godzilla'dır. Yox, Godzilla nədir? Çox böyükdür. Bu qapşonlardan bu modu istifadə edə bilərsiniz. Bu nədir? Mənim yaratıqdır. Məncə dostlar qəşəng oldu. Modlarla tövsiyə edirəm. Videomuz bu qədərdir. Kanalıma abunə olub like atmayı unutmayın. Sağ olun, salamat qalın.